Salam. Bugün sizinlə Elşad Əliyev və Elşən Quliyevin 8-ci sinif yeni dərslik əsasında hazırladığı biologiya qiymətləndirmə vəsaitinin həyatın kimyası mövzusunun açıq tipli test tapşırıqlarına baxacağıq. Qeyd edim ki, qapalı tiplərində izahını səhifədə yerləşdirmişəm. İstəsəz keçid edib baxa bilərsiniz. Başlayaq birinci sualla. Qrafikdə insan orqanizmi təşkil edən əsas elementlərin hər birinin kütlə payı əks olunmuşdur. Verilənlərə əsasən doğru olan variantı seçin. Orqanizm, ümumiyyətlə canlı orqanizmdə ən çox kütlə payı olan elementlər bu şəkildədir. Con şəklində yadınızda saxlaya bilərsiniz. Karbon, oksigen, hidrogen, azot. Bunlar içərisində kütləsi ən çox olan oksigen, daha sonra karbon, hidrogen və azot. Başlayaq oxumağa. 1. X və N elementi təbiətdə ən mühüm həlledici olan suyu təşkil edən elementlərdir. Bəli, X oksigen, N isə hidrogeni göstərmişik. Bunlar da suyu təşkil edirlər. İkinci, Y elementi bütün üzv maddələrin tərkibinə daxildir. Bəli, Y karbondur. Bizə dedik ki, karbon bütün bioloji molekullarda var və skeletlər yaradır. Bu da doğrudur. 3. Z hüceyrədə ən çox funksiya icra edən üzv maddələrin züalların tərkibinə daxildir. Z ilə biz azotu göstərmişik. Bəli, azot züalların tərkibinə daxildir. Çünki züallar amin turşularından yaranır və amin turşuların hər birinin tərkibində azot vardır. Bu da doğrudur. 4. X elementi atmosferdə faiz etibarilə ən geniş yayılmış qazdır. X ilə biz oksigeni göstərmişik. Amma atmosferdə ən geniş yayılan qazım mənim azotdur. Ona görə 4 doğru deyil. Z elementi atmosferdə faiz etibarilə ən geniş yayılmış qazın tərkib hissəsidir. Bəli, Z ilə azotu göstərmişəm və azot atmosferdə faiz etibarilə ən geniş yayılan qazdır. Düzgün cavab variantlarım olacaq. 1, 2, 3 və 5. İkinci sual. Polisaxaridlər. Polisaxaridlər nişasta, selüloza və glikogen. Fruktoza və riboza bunlar monosaxaridlər. Nişasta bitkidə depo, selluloza bitkinin hüceyrə divarı, glikogen heyvanda depo. Üçüncü sual. Alimlər təbiətdə 92 sayda müxtəlif növ atom kəşf ediblər. Təbiətdə yalnız 92 element mövcuddur. Düzgün cavab variantım olacaq 92. Dördüncü. Maddələrin hüceyrə membranda daşınmasında enerjiyə bilavasitə ehtiyac yoxdur. Baxın, enerjiyə ehtiyac yoxdursa, deməli söhbət pasiv daşınmadan gedir. Çünki pasiv daşınmada enerjiyə ehtiyac yoxdur və buna da misal diffuziya və osmosu göstəririk. Amma aktiv daşınmada enerjiyə ehtiyac duyulacaq. Aktiv daşınma da burada fagositoz və pinositozdur. Hansı ki bunlarda enerjiyə ehtiyac vardır. Keçirik 5-ci suala. Venn diaqramına əsasən ortaq xüsusiyyət sayılır. Gəlin baxaq. Yalnız həlledici molekullara aiddir. Bu osmosa aiddir. Yalnız yarım keçirci membran üzərində baş verir. Yenə osmosa aiddir. Hər hansı bir maddədə baş verir. Söhbət diffuziyadan gedir. Baş verməsi üçün enerjiyə ehtiyac yoxdur. Bəli, bayaq da dediyimiz kimi bu ikisi prosesdə passivdir və passiv olduqları üçün bunlarda enerjiyə ehtiyac yoxdur. Maddələrin konsentrasiya qradiyenti boyunca hərəkət etməsi, bəli, hər ikisi konsentrasiya qradiyenti boyunca hərəkət edir. Necə? Çoxdan aza gedir. Maddə molekullar diffuziyada çoxdan aza doğru gedəcək. Osmosda da biz sudan danışırıq. Yenə su molekulları çoxdan aza doğru gedəcək. 6-cı sual. 6-cı sual yenə kitabımızda yazılıb. Moleküllərin xarici skeletin tərkibi hansı maddə və ya maddələrdən təşkil olunmuşdur? Baxın, mollyuskadır. Xərçəng kimlərdir? Bunların xarici skeleti xitin, zülal və kalsium karbonatdan təşkil olunmuşdur. Hər üçünü də götürəcəyik. Xitin sadə halda yumşaqdır. Amma kalsium karbonatla birləşdikdə möhkəm hal alır. Həmçində zülalla birləşir, xarici skeleti yaradır. Aşağıda verilənlərdən hansı və ya hansılarına əksər atomun quruluşuna rast gəlinir? Bax, əksər atom deyirsə, əksər atom nüvədən və onun ətrafında olan elektronlardan ibarətdir. Nüvəni də neytron və proton yaradacaq. Ona görə mən hər üçünü götürəcəm, çünki əksər atomda hər üçü olmalıdır. 8-ci sual. Su buxarı, maye su, donmuş su. Verilmiş su nümunələrinin sıxlıqlarını artması ardıcılığı ilə düzün. Yadımızda saxlayırıq ki, su elə bir quruluşa malik maddədir ki, onun
bərk halı maye halının üzərində üzür. Yəni bərk halının sıxlığı maye halından daha azdır. Sözsüz ki, sıxlığı ən az olan su buxarı olacaq və normalda sıxlığı ən çox olan biz donmuş hal və bərk halını götürməliyik, amma suda əksinədir. Donmuş hal, yəni buz halı, mayedən sıxlığı azdır. Ona görə mayenin üzərində üzür buz. Bu da canlıların yaşaması üçün şərait yaradır. Deməli, sıxlıqların artması deyirsə, ən azı götürəcək. Ən az olacaq su buxarı, sıxlığı ən az. Daha sonra donmuş su ortada yerləşəcək. Sıxlığı isə ən çox olan olacaq bizim üçün maye su. Keçirik 9-cu sual. Kimyəvi formuluna uyğun gələn karbohidratları seçin. C6H12O6 söhbət monosaxaridlərdən gedir. Monosaxarid glikoza və galaktoza. Saxaroza isə laktoza, bunlar bizim olacaq disaxaridlərimiz. 10-cu sual. C12H22O11 kimyəvi formuluna uyğun gələn karbohidratları seçin. Söhbət disaxaridlərdən gedir. Disaxaridlərim mənim saxaroza və laktoza. Disaxaridlərin formulu necə tapılacaq? Monosaxaridi 2-yə vurub bir su molekulu çıxırsınız. Baxın, C6H12O6 monosaxarid 2-yə vuranda C12H24O12 edir. Ondan bir molekul suyu çıxdıqda mənim üçün bu aşağıdakı həmin bu formulu verəcəkdir. Bunu da yadımızda saxlayaq. 11-ci sual. Maltozaların sintezi zamanı kondensləşmə prosesində ayrılan su molekullarının kütləsi 180 qram olarsa, prosesdə neçə qlikoza molekulunun iştirak etdiyini hesablayın. İlk gün olaraq mən suyun kütləsinə 18-ə bölərək suyun molunu tapım. 180-18-ə böləndə 10 mol su tapdım. Bunu bir kənarda saxlayırıq. Və yadımıza salırıq ki, 1 mol maltozanın yaranması üçün mənə 2 glikoza lazımdır. Çünki maltoza bir disaxariddir və disaxaridlər 2 mol monosaxaridlərdən təşkil olunmuşdur. Maltozadırsa 2 dənə glikozadan, laktozadırsa 1 glikoza, 1 galaktozadan, saxarozadırsa 1 glikoza, 1 fruktozadan. Ümumiyyətlə, disaxaridlərin 1 molu hər zaman glikoza, maltozadırsa ilə digər də glikoza, saxarozadırsa glikoza üstəgəl fruktoza, laktozadırsa glikoza üstəgəl galaktoza. Bu şəkildədir. Qaydaq məsələmizə. Maltozada dedik 1 mol maltoza üçün mənə 2 mol glikoza lazımdır. Və prosesdə neçə glikoza molekulunun iştirak etdiyini hesablayın. Əgər 10 mol su çıxırsa, deməli 10 molda glikoza vardır. Çünki reaksiya baxın bu şəkildədir. Glikoza üstəgəl glikoza yaranırdı. Bir dənə maltoza üstə gəlinsin bir dənə su. 1 mol su söhbət. 1 moldan gedir bu arada. İndi 10 mol deməli maltoza yaranıbsa, 10 mol su yaranıbsa daha doğrusu 10 molda maltoza yaranacaq. Çünki bunların nisbəti bərabərdir kondensləşmə reaksiyasında. İndi 1 mol maltoza yaranması üçün 2 mol glikoza lazımdırsa, deməli 10 mol maltozanın yaranması üçün avtomatik mənim üçün 10 mol üçün də x-də tapanda 20 edəcək. Düzgün cavab variantımız 20. Keçirik açıq sualların situasiya tiplərinə. Sizə təqdim olan situasiya, bunu bildik. 8-ci sinif şagirdləri həyatın kimyası qrup şəklində bunu da oxuduq. Keçək suallar hissəsinə. Orqanizmdə zülallar, yağlar və karbohidrat kimi əsas üstü maddələrdən hansı daha çox funksiya icra edir? Bunlar içərisində ən çox funksiya icra edən zülal olacaq. Və deyir, bu üzvü maddəni təşkil edən sadə quruluşlu maddələrin monomerləri. Zülallar isə yaranıb amin turşularına. Düzgün cavab variantı olacaq zülallar. Sualın ikinci hissəsində isə olacaq amin turşusu. Yəni bunlar amin turşusundan yaranıb. 13. Birinci sualda adı çəkilən üzvü maddələr içərisində hansı üzvü maddə daha çox enerji yaradır? Yadımızda saxlayırıq. Zülal karbohidrat 17,6 kilojol, yağlar isə 38,9 kilojol parçalananda enerji verəcək. Təkrar edirik. Karbohidratlar və zülallar 17,6 kilojol, yağlar isə 38,9 kilojol verir. Bu da bizə deyir ki, daha çox enerji yaradar, yəni yağlar. Çünki 1 molun parçalanmasına 38,9 kilojol enerji yaranır. 14-cü sual. Təbiətdə rast gəlinən
və əsasən bitkilərin hüceyrə divarının əsasını təşkil edən polisaxaridin adını, onu təşkil edən sadə maddələri, monomerləri qeyd edin. Baxın, hüceyrə divarını təşkil edir bitkilərin söhbət selülozadan gedir. Və selüloza da glikozalardan təşkil olmuşdur. Deyir, onu təşkil edən monomeri də glikoza olacaq. Monosaxarid olan glikoza. Keçirik digər suallara. Bizə burada deyir, nukleid turşular nukleotid adlanan monomerlərdən əmələ gələn polimerlərdir. 5 növ azot əsasından 8 növ nukleotiddən təşkil olmuşdur. Aha, 15-ci sualda deyir mənə. 2 növ nukleotid yaradan azotlu əsasların sayı 1 növ nukleotid yaradan azotlu əsasların sayından neçə ədəd çoxdur? Baxın, 5 növ azotlu əsasım var. Adenin, guanin, timin, sitozin, urasil. Bunlardan adenin 2 növ yaradacaq. Guanin 2 növ yaradacaq. Sitozin 2 növ yaradacaq. Səbəb nədir? Adenin dezoksiribozadan birləşərsə DNT-nin, ribozadan birləşərsə RNT-nin. Eynən guanin də dezoksiribozadan birləşərsə DNT-nin nukleotidi olan guanin adlanacaq. Ribozadan birləşərsə RNT-nin nukleotidi olan guanin adlanacaq. Sitozin də bu şəkildə. Deməli, 3 nukleotidim mənim, 3 azotlu əsasım daha doğrusu mənim 2 növ nukleotid yaradacaq. Timin yalnız dezoksiribozadan birləşə bilər. Timin yalnız dezoksiribozadan, çünki DNT-nindir. Urasil də yalnız ribozadan birləşir, çünki RNT-nin nukleotididir. O zaman 2 dənə yaradanlarsa 3 dənə adenin, guanin, sitozin, 3 azot əsası. 1 növ nukleotid yaradanlarsa timin və urasil. 3-dən də mən 2-ni çıxıram, eləyəcək 1. Düzgün cavab variantım 1. 16-cı sual. DNT və RNT nuklein turşularının əsas fərqli xüsusiyyətlərini qeyd edin. DNT və RNT. DNT 2 zəncirli, RNT 1 zəncirli. DNT-nin pentozası, yəni karbohidratı dezoksiriboza, RNT-də isə riboza. Daha sonra DNT-də urasil yoxdur. DNT-də timin var. Timin azot əsası. RNT-də isə urasil azot əsası olur. Bu şəkildə fərqlərini qeyd edə bilərik. Sonra nuklein turşular tam hidroliz olunarsa şirin dada malik maddələr yarana bilərmi? Bəli, tam hidroliz olunarsa nukleotidlər də tam hidrolizə uğrayacaq. Yəni nukleotidlər hansı hissələrdən ibarət idi? Azot əsası, pentoza, karbohidrat, 5 atomlu bir şəkər, karbon sayı 5-ə bərabər olan bir şəkər, bu şəkildə desək daha doğru olar, və fosfatdan. Tam hidrolizə uğrasa orada pentozalar üzə çıxacaq, yəni riboza və dezoksiriboza. Bunlar da şirin dada malikdir, çünki monosaxariddirlər. Ona görə deyirsə ki, əgər tam hidrolizlə yaranarmı? Bəli. Yenə deyirik, çünki monosaxarid yaranacaq tam hidrolizindən. Bu şəkildə açıq suallarımız bitdi, bu qədər idi. Qapalı sualları da yenə deyirəm, səhifəmizdə var, keçid edərək baxa bilərsiniz.